Səhnəmizdə çöl görünüşü belə realistik əldə etmək üçün bir neçə üsulu var. Onlardan birini sizə göstərdim. Belə bir görüntünü əldə etmək üçün mən HDRI şəkildən istifadə edirəm. Məsələn, bu səhnədə bu şəkildən istifadə etmişəm. Yəni, istənilən şəkilləri seçə bilərsiniz. Bu şəkili Color Correction-dan keçirdirəm. Biraz saturasiyasını azaldıram. Advanced bölməsində biraz onu tündləşdirirəm. Çöldə olan işıq onu tam olaraq ağ göstərməsin və bitmətdə blurun biraz çoxaldıram ki, biraz bulanlıq görsənsin. Əsas kartımızda burada koordinat sistemini environment qoyuruq ikinci və burada spherical seçirik. Bu color correction-ı əlavə edirəm. Render setup-ı açırıq və scene bölməsində override var. Burada 3 menümüz var. Deməli, birinci menümüz əsas görüntümüzdür, nəinki görürük biz. İkinci reflektdir, yəni parlaq materialın üzərində görsənən şəkildir, yəni parlaq materialın üzərində bu şəkil görsənəcək və üçüncüsü isə refraktlı şüşə materialların üzərində həmən bu şəkil görsənəcək. Üçünü də aktiv edirik və bizim color correction-ımızı əlavə edirik birinci bölməmizə instance kimi və bunu kopyalayırıq bura instance kimi. Hər offset bölməmizdə şəkili fırlatmaq olur. İstədiyimiz rakursda saxlaya bilərik. Bizim səhnədə 75. Bu səhnəmizin background-unda şəkil əlavə etmək üçün bir üsul idi. Digər üsulları da görmək istəyirsinizsə kanalımıza abunə olun. Yeni dərslərimizə qaçırmayın.